İlman müəllim, niyə New York və bu qədər əhəmiyyətli indi 80-ci sessiyada hamı hər şey gözlədiyi halda heç kim heç nə almadı Azərbaycandan başqa? Niyə New York sualından başlayaq? Haqqında bəhs olunan dünyanın ən böyük beynəlxalq universal təşkilatının mənzil qərargahı New York şəhərində yerləşir. Və 1945-ci ilin ta oktyabr ayının 24-dən bu təşkilatda ki, əvvəlcə 51 ölkə üzv oldu. Bugün isə onların sayı 193-ə gəlib çatıb və nəzərə alsaq ki, bugünkü BMT, bizim tanıdığımız BMT, 45-ci il yaranarkən də o Yalta-Potsdam deməli konferansı Yalta-Potsdam sisteminin məhsulu idi. Və nəzərə alsaq ki, 1991-ci il reallığında və Sovet İttifaqının dağılmasından sonra yeni dünya düzəninin formalaşması fonunda Yalta-Potsdam sistemi artıq tarixə qovuşdu. Amma paradokslardan biri odur ki, sistem özü tarixə qovuşub, amma onun məhsulu olan BMT, onun Təhlükəsizlik Şurası və digər qurumları fəaliyyət göstərir. Amma bu fəaliyyətlə bağlı beynəlxalq ictimai fikirdə yekdil mövqeyi yoxdur. Daha çox bu qurum tənqid olunur. Bu qurumun deməli bu və digər proseslərə təsir imkanı çox zəif qiymətləndirilir və hətta Birləşmiş Ştatların fövqəladə dövlətinin prezidenti Donald Trump təxminən 1 saatlıq BMT kürsüsündən çıxışında, BMT Baş Assambleyasından çıxışında qeyd elədi ki, 7 ay ərzində 7 münaqişənin həllinə nail olmuşam və hələ heç birində mən BMT-nin rəhbərlik səviyyəsində bir mənə zəng gəlsin, bu prosesə dəstək verək, kömək verək kimi hətta bir yanaşmalar baş vermədi. Yəni BMT bu günləri arxaik bir quruma çevrilib və cənab Ərdoğanın da qeyd etdiyi kimi dünya 5-dən böyükdür. Azərbaycan prezidenti Cənab İlham Əliyevin də söylediyi kimi ilk növbədə BMT Təhlükəsizlik Şurasında çox ciddi islahatlara ehtiyac var. Bax, beləcə sayca 80-ci sessiyada, yubiley sessiyasıdır və bu sessiyada Azərbaycan prezidenti və ölkəmizin birinci vitse-prezidenti Mehriban xanım Əliyeva iştirak edir və nəzərə alsaq ki, dövlətimizin başçısı BMT-nin hər sessiyasına qatılmır. Yəni, Xarici İşlər Nazirliyi səviyyəsində bu qatılımlar çox zaman baş verib. Amma bu dəfə iştirak edir. Bu dəfə iştirak edir və 80-ci sessiyasıdır, yubiley sessiyasıdır, dünyanın diqqət mərkəzində olacaq. Birləşmiş Ştatların prezidenti birbaşa ayolda nitki və nəzərə alsaq ki, 8 avqust tarixi Vaşinqton danışıqları və Vaşinqton razılaşmaları prosesində məlum oldu ki, dünyanın fövqəladə dövlətinin Azərbaycan prezidenti Cənab İlham Əliyevə çox böyük etimadı var. Onu çox güclü və ağıllı lider kimi tanıyır, qəbul edir. Və həm də axı BMT kürsüsü unikal şansdır ki, Azərbaycan özünün yeritdiyi daxili və xarici siyasət, qazanılmış uğurlar, problemlər, beynəlxalq təhlükəsizlik Azərbaycan töhfəsi və Azərbaycanın potensialının iqtisadi nöqteyi nəzərdən, hərbi təhlükəsizlik nöqteyi nəzərdən, regional və beynəlxalq sülhə töhfə vermək nöqteyi nəzərindən, yaşıl enerji imkanları və digər potensialı göstərmə baxımından çox mühüm məsələdir. Həm də Azərbaycan prezidenti bu unikal kürsüdən istifadə edib Azərbaycanın sülh prosesinə sadiq qaldığı və Ermənistanla sülh danışıqlarını öz məntiqi sonluğuna çatdırma və sülh müqaviləsinin imzalanmasının maraqlı olduğunu beynəlxalq ictimai fikrə çatdırmaq istəyir və bunun üçün də çox hesab edirəm ki, çox mühüm bir tribunadır və bundan da dövlətimizin başçısı maksimum istifadə edir və Birləşmiş Ştatların prezidenti ilə onun qəbulu zamanı bir siyasi dialoq da oldu və bu dialoq da haqlısınız beynəlxalq ictimaiyyətin və dünyanın kütləvi informasiya vasitəsinin diqqətində olan hadisə oldu və məlum oldu ki, bir daha dünyanın fövqəladə dövlətinin rəhbəri Azərbaycan prezidenti xitabən onun çox güclü lider olduğunu, onunla dost olmasından fəxr etdiyini fikir verirsiniz. Dünyanın bir nömrəli prezidenti, bir nömrəli dövlətin prezidenti elə də böyük olmayan bir dövlətin rəhbərinə dost olmağına fəxarət hissi keçirir. Yəni, bu sözün hansı məna və çəkidaşlığını hesab edirəm, xüsusi isbata ehtiyac yoxdur. Və bütövlükdə və cənab prezident İndi biz veriliş bu detallara toxunarıq. Bu görüşlərində, təmaslarında həm Azərbaycan iqtisadi baxımdan, həm də siyasi və təhlükəsizlik nöqteyi nəzərindən maraqlarının təmin edilməsi istiqamətində çox ciddi danışıqlar aparıb.